Bu videoda Language Reactor hakkında, səhifəsi haqqında danışmaq istəyirəm. Əslində çox əvvəl maraqsız gəldi. Sonra baxdıqca görüm, yox, maraqlı səhifədir. Deməli, bir səhifə belə açılır. Language Reactor yazılmış səhifə belə açılır. Bundan sonra biz tutaq ki, hər hansı bir filmə baxırıq. Baxın, hər hansı bir səhifədə filmə baxırıq. Burada həmin film səsləndirilir. Əvvəla onu deyim ki, çox əfsuslar olsun ki, burada Azərbaycan dili yoxdur. Bir çox başqa dillər var, Azərbaycan dili yoxdur. Hələ yəqin ki, gələcək zamanlarda o da daxil olunacaq. Baxın, burada film gedir, hər hansı bir, ya xəbərlərdir, dəxil yoxdur, nədirsə yer. Burada onun türk dilinə baxırsa, türk dilində yazılışıdır. Bir də ki, burada rus dilində yazılışıdır. Baxın, yazdıqda qabağa verdikdən sonra bunun hamısı dəyişdi. Deməli, burada bunun görünüş rejimi var, yalnızdır. Türkçe görsün. Bu formada bunun görünüşləri var. Bundan əlavə biz hər hansı bir sözü başa düşmürsək, bölcə giririk. Burada baxın, istənilən bir sözü necə tələffüz olunursa ona da baxmaq olar. Bundan əlavə biz hər hansı bir kimləsə yazışırıq. Yazışmanı da eynilə biz burada bu formada tərcümə edə bilirik. Tərcüməyə kopyalayıb və ya göndərə bilirik və yaxud da belə bir şey və yaxud hər hansı bir başqa bir söz yazırıq, nasılsa. Yenə deyəm, Azərbaycanda olsaydı daha yaxşı olardı. Enter vuran kimi nasılsın? Kalk başlayalım. Baxın, bu formada yəni burada hər hansı bir suala uyğun cavab da var, burada onun tərcüməsi də var. İstəyirik və bunu seçim, onun cavabı da gedəcək. Bu maraqlı bir səhifədir. Dili buradan seçə bilirik, dəyişdirə bilirik. Biz burada türk dili yox, rus dili, tutaq ki, hansı başqa dili seçə bilərik. Ərəb dilini tutaq ki, seçirik. Baxın, ərəb dilində videolar açıldı, baxın. Bu formada tutaq ki, burada ərəb dilində yazılır, burada isə onun rus dilində tərcüməsi öz əksini tapır. Biz bunu dəyişdirə bilərik. Biz burada istəyirik rus dilində yox. Rus dilində yox, olsun türk dilində. Aha, seçdik türk dilində. Görürsünüz, burada birinci. Bu hissəni mən təzədən dinləmək istəyirəm. Baxın, ayrı arada verilir. Burada bu hissəni mən təzədən dinləmək istəyirəm. Tərcüməsi buradadır. Yaxud bu hissə hər hansı bir hissəni. Bax, tutaq ki, bu hissəni yəni çox maraqlı bir səhifədir. Yəni baxmağa dəyər. Yəni təzə hər hansı bir dili öyrənmək istəyəndə, hər hansı bir filmə bilmədiyi dildə baxanda bu filmi bu səhifədən istifadə edib, imkanlarından istifadə edib yararlanmaq olar.